Noyabrın ortaları qabağıma çox Christmas market düşdü. Milad bayramı üçün bizdə soyuq əllər, isti ürəklər. Mən də öz-özümə fikirləşdim ki, niyə də getməyim? Yəni bir illik vizam var. Onu işlədə bilərəm. Ona görə getdim, də məzuniyyətimi götürdüm, biletlərimi həll elədim. İndi də buradayam. Artıq hava limanındayam. Yollanıram Budapeştə. Hazırda çatmışam Budapeştə. İndi pasport kontroldən keçdim. İndi də gedirəm deməli Flixbusların dayanacağına. Oradan da gedirəm Venaya. İndi avtobusum olacaq. Gedəcəm Venaya. Oradan da 2 gün orada olub qayıdıram, sonra təzədən Budapeştə və Budapeştə daha çox gəzəcəm. Aeroportaj olduğuma görə bir dənə Americano götürdüm small, bir dənə də belə mozzarella cheesecake, cheeseburger nəsə belə bir şey. Bunlara verdim mən 9 avro. Aeroportda avtobusumu gözlədiyim üçün acıydım, plus hələ vaxtım var. Dedim biraz yemək yiyeyim, biraz özümə gəlim, çünki gecə səhər saat 6-da idi uçuşum, 4 saat uçuş idi və təbii ki çox acıdım. Ekran qabağında olanlar da kim yemək yiyirsə, hamınıza nuş olsun. Mən isə macəraya devam. Deməli uşaqlar, gəlib çatmışam Viyanaya. İndi gedirəm öz hostelım tərəfə. Bura əslində Budapeştdən daha istidir, amma şəhəri desəm məni wow eləyəcək. Yox, hələ ki elə bir effekt almamışam. Halbuki mən çoxlu deyirlər ki, Viyana Berlindən daha gözəldir, Berlinin pro versiyasıdır. Amma hələ ki mən bu effekti almamışam. İndi görək birazdan nə olacaq. İndi gedəcəm hostelimə. Oradan mən deməli check-in eləyəcəm, girəcəm otağa. Sonra da baxaq nədir, necədir, vəziyyət necə olacaq. Əslində buralar biraz şey oxşuyur. Evlərin strukturası, arxitekturası Ağşəhərin evlərinə çox oxşuyur. İndi görək necə olur. Yəni bu bina məsəl üçün Ağşəhərdəki evlərə çox oxşamırmı? Deməli gəlib çıxmışam hostela və işlərimi yerbəyer elədim. Hələ ki mənim qonşularımdan bir dənə Nizerlanddan qızdır və otağı gəlin sizə göstərim. Otaqlar belədir. Mən belə bir otaq götürdüm çünki heç bir otel qalmamışdı. 4 nəfər var oteldə. Bura lokerlərdir və bura ışılka. Burada ayaq yolu. Belə. İndi biraz özümü yerbəyer eləyib istəyirəm çıxım şəhərə, biraz yemək yeyim və şəhərdə biraz gezim. Hal-hazırda çıxmışam gəzməyə, biraz küçədə istəyirəm yer tapım yeməyə. Çünki dəhşət acımışam. Səhərdən bir dənə Budapeştin aeroportunda yediyim balaca bir sandviç idi. Şəhəri çox gözəl bəzəyiblər. Yəni belə baxa bilərsiniz. Hələ də düzün desəm axtarışdayam. Hara getmək olar, nə yemək olar. Çünki o qədər çox adam var ki burada. Yəni Bakıda biz deyirik ya basabasdır. İndi bu vaxtı yəni o basabas bunun yanında heç nədir. Görüm indi baxım görüm nə tapıram, nə edirəm. Çünki bu yarmarkada olan şeylər çox adam var. Sıra tuta bilmirsən, plus hər şey alman dilində yazılır. Mən də alman dili bilmirəm deyə qalmışam belə görüm nə edirəm, nə tapıram, nə araram. Hələ də gəzirəm, şəhərin ortasındayım. Görüm nəsə maraqlı bir şey olarsa gedəcəm, götürəcəm, baxacağam. Deməli, yemək yeyib çıxdım. Yeməyə mən nə götürmüşdüm? İndi video gələcək qabağınıza. Düyü idi, böyük krevetkalarla ondan götürdüm.
Dadını desək düyü çox dadsız idi, amma gəl ki krevetka çox qəşəng idi, çox dadlı idi. Ona görə ona heç bir söz də deyə bilmərəm. Restoranın bu havası da çox gözəl idi. Yəni İtalyan fason bir dənə restoran idi. Amma balıq yeməkləri ilə, dəniz məhsulları ilə. Ona görə ona da heç bir söz deyə bilmərəm. Çox dadlı idi. Kartoşkası da çox dadlı idi. Saat elə 5-dir, amma hava çox tez qaraldı. Yəni burada dəhşət tez qaralır hava. Hələ də gəzirəm şəhərdə. Deməli yeməkdə məndə çıxdı 32 avro. Əslində çox da qəşəng bir qiymətdir. Yeməyi də porsiyası əla idi. Yəni götürdüm, çox doydum. Yanında bir dənə də fresh orange juice götürdüm. Təzə sıxılmış apelsin soku, portağal soku. Ona görə də məncə dəyər. Soyuqluğa gəldikcə hava qaralınca çox soyuyur. Hava dəhşət dərəcədə soyuyur. Və əsas qeydlərdən birini demək istəyirəm ki, şəhərin hər bir nöqtəsində bir dənə Wi-Fi nöqtəsi tapmaq olur. Ona görə Google xəritə və s. normal işləyir. Bilet üçün 2 günlük kart götürdüm. Hələ ki yoxlamadılar. Yəni burada insanlar bir-birinə dəhşət dərəcədə güvənir. Ona görə burada birdən girə bilərlər yoxlanış üçün. Ona görə hər an yanınızda bir şey olmalıdır. O kart olmalıdır ya da ki onlayn tiket olmalıdır ki sonra cərimə yazılmasın. Cərimənin qiymətini bilmirəm açığı nə qədərdir. Amma şəhər sakit desək sakitdir, altı bazardır. Amma Milad bayramı olmayan vaxtlarda altı bazar Almaniyadır, Avstriyadır, çox sakit olur. Yəni küçədə insan tapmaq olmur. Prosta bu ərəfələr çox turistlər var. Qaldığım hosteldə belə, yəni sold out olmuşdu artıq. Yəni bütün tarixlərdə. Gəlib çatmışam mən deməli bu Prater Parka. Gördüyünüz kimi arxamdadır. Gedəcəm görüm nələr var orada, nələr etmək olar. Çox maraqlı olacaq əminəm, çünki mən adrenalin sevən bir insanam. Görək necə olur. Gəldim, çıxdım Prater Parka. Dəhşət çoxlu dərəcədə adam var. Burada bir dənə də live konsert var. Maraqlı şeylər görürəm qabaqda. Düzü bilet almağa yer görmədim. Burada Madame Tussauds muzeyi var. Orada mən olmuşam deyə artıq girməyin bir mənası yoxdur. Gedirəm daha qabağa. Orada daha belə adrenalinli şeylər var. Ona görə amma adam sayından tərpənmək olmur. Güclə mən indi keçdim. Açığı biraz koridor yarandı, sırada keçdim. Hər millətdə adam var. Burada qəşəng maşın dromu var. Bizim bulvarda, Bakıdakı bulvarda olduğu kimi. Bilmirəm mənalı olacaq da minmək ya yox, ona görə minmirəm. Gedirəm biraz da qabağa. İndi video çevirib göstərirəm sizə nələr var. Bir dənə buna baxın. Kaşelin birinə mindim. Dəhşət bir şeydi da, yəni bizi hələ fırlatdılar ki, yəni onu təsəvvür etmək belə çətindir. Çox qəşəngdir, çox adrenalinli idi. Yəni çoxdandır Bakıda bütün bu atraksiyonları yığışdırmamışdan əvvəl bir dənə mən bunu yaşamışdım. Çox əladır, yəni emosiyalarımı sözlərlə ifadə edə bilmirəm heç. İndi gedirəm, başqa birisi var. O lap dəhşət olanlardan biridir. Gedim görüm orada nə qədər. Bu küçənin gözəlliyinə baxın. Çox əla deyil. Deməli, arxamda gördüyünüzə də mindim. Çox dəhşət bir şey idi. Yəni Viyana'dakı günüm demək olar yekunlaşır. İndi gedirəm bir dənə də Milad bayramı üçün yarmarkaya. Yadımdan çıxıb nəyin yanındaydı, bir yer baxdım. Amma bura məncə daha gözəldir, daha qəşəngdir. İndi sizə göstərəcəm.
Dostlar, gəlib çıxdım ən əsas olan Christmas marketə. Çox gözəldir, yəni buranın havası möhtəşəm. Başqa cür bunu yəni ifadə eləməkdə alınmır. Çünki həqiqətən də çox möhtəşəm bir yerdir, çox gözəldir və burada insan qaldıqca qalmaq istəyir yəni hər şey, ətrafda olan hər şey, elə bil bir möcüzəyə, bir nağıla düşmüsən və buralarda gəzirsən. Hər vaxtınız xeyir dostlar. Bugün mən Viyanada ikinci günümdür və bugün belə bir şey giymişəm. Outfitim bugünə belədir. Dərəcə 4 dərəcədir. Bu da hostelda mənim olan mənzərəm. Deməli, bugün çıxdım şəhərə. İndi istəyirəm bir dənə yer tapım, yemək yeməyə, qəşəng bir dənə səhər yeməyi yeməyə. Hal-hazırda restorandan çıxdım, düzdür, çox yer tapa bilmədim. Çünki çox yerlər rezervasiyadır və onu da insanlar, nə bilim, bir həftə, 5 gün falan öncə edə bilər. Ona görə çox axtarışda oldum. Yəni saat 11-dən çıxmışam şəhərə və axtarırdım. Saat 1-də tapdım. Amma çox qəşəng bir yer tapdım. İndi yeməklər sizin gözünüzün qabağına çıxacaq. Bir dənə şnitzel yedim və Viyananın özəl supu olan kartofdan düzəldilmə bir dənə sup. Yeməklərin fərqli olduğu tamamilə görsənir. Hal-hazırda gəlmişəm Volksgarden'a. Burada maraqlı bir yerdir abidələri ilə. Gəzə-gəzə baxacağım, görüm burada çəkməyə maraqlı nə var. Şəhərdə parkların sayı dəhşət çoxdur və bu çox böyük bir müsbət qazandırır. Çünki insanlar nə vaxt istəyir gəlib oturub dincələ bilər. Qəşəng hava alıb, yəni beyinlərini sakit saxlaya bilərlər və öz fikirləri ilə tənha da qala bilərlər. İndi çoxlu gün düşür, gün gəlib, ona görə İndi sizə Christmas marketi, Milad marketini gün və gündüz vaxtı göstərəcəm. Bura Viyananın parlament binasıdır. Arxitekturası çox qəşəngdir və bilirəm ki, Budapeştin parlament binası bundan daha cəlbedicidir. Onları da gələn videoda sizə göstərəcəm. Mənim muzeyə girişim alınmadı, çünki orada nə boyda sıra var idi və o sırada vaxt itirmək mənim üçün çox da sərfəli bir şey değildi. Plus istədim online alım bileti və online alanda da 18 dollardı. Kassadan alanda 30. Amma bir şey var ki, online almaq istəyəndə mənə kod gəlməli idi. Ödənişin təsdiq olunmaq üçün, amma xaricdə olduğum üçün, roaming olduğu üçün SMS gəlmirdi. Bilmirəm niyə gəlmirdi. Başqa vaxt gəlir, amma bu dəfə nə qədər gözlədim, gəlmədi. Mən dedim, okey, inşallah gələn dəfə. Düzdür, belə ilk vlog olduğu üçün çox da yadıma düşmür mənim nəsə bir video çəkmək, kadrları çəkmək. Amma yadıma düşdükcə sırası çəkirəm ki, sizə görsədim. Ümid edirəm ki, mənim üçün şəxsən uğurlu olar. Fərq etmir nə qədər bu baxış yığacaq və s. Çünki özüm üçün çəkirəm. Bunu qısaldıb mən Reels kimi də atacağım, YouTube'a da atacağım, TikTok'a da atacağım. Hal-hazırda McDonald's axtarışındayam. Sırası iyi burnuma gəldi. Girdim də xəritəyə, tez bazar baxdım, bəlkə çatmışam. Çünki video çəkə-çəkə gəzirdim, bilmirdim heç hara gedirəm, necə gedirəm. Amma deyəsən görürəm McDonald's-a, çünki iyi çox yaxınlaşır və iyi yaxınlaşdıqca da mənim iştahım daha da artır. Aha, deyəsən buralardır. 2 saatı bu yollarda qalmışam ki, McDonald's axtarıb tutdum. Lütfen McDonald's'a baxın, elə bir metroya girirsən, metronun içində belədir. Sərdən tapa bilmirəm. İndi görürəm ki, yəni, bir dənə tur demədim, gördüm, buradaymış da. Onu gelip yankına zakaz edip bize göstereceğim. Böyle bir şey görüyorum. Grill sadece Coca-Cola'da
o vaxt nəsə çəkməyə alınmadı. Və deyirəm ki, burger dadlıydı. İndi səhər saat 8-dir, mən yanıram Viyana Central Station-dan. Çünki oradan avtobusun mənim gedəcək Budapeştə. Və bu videonu elə bundan sonlandırmaq istəyirəm.